Bugün sizinle Azərbaycanın ən gözəl bölgəsindən, deyərdim ki, elə ən gözəl bölgəsi olan Şəkiyə gedirik. Mən Azərbaycanın bütün bölgələrini gəzən biri olaraq Şəkini daha çox bəyənirəm. Bəs siz Azərbaycanda hansı bölgəni daha çox bəyənirsinizsə, mütləq rəylərdə mənim üçün qeyd edərsiniz. Şəkiyə getmək üçün Qəbələ İsmayıllı yolunu seçim etdik. Çox gözəl mənzərələri izləyərək bu yol ilə getmək adama lap huzur verirdi. Əsasən də gördüyünüz bu Qəbələ meşələrinin içərisindən keçmək tamamilə gözəl bir hisslər idi. Və sonunda gəlib Şəkiyə çatdıq. Gördüyünüz kimi Şəkinin hər bir güşəsi çox gözəldir. Özündə tarixi, müasirliyi və ən əsası da gözəlliyi birləşdirən bu şəhəri hər kəs mütləq görməlidir. Şəkiyə gəldikdə gəzməli çox yerlər var. İstər tarixi, istərsə də gözəl mənzərələri ilə çox fərqli yerlər seçim edə bilərsiniz. Amma biz bu dəfə bir günlük gəldiyimiz üçün elə də böyük bir yerləri gəzə bilmədim. Ona görə də sizin üçün bu mənzərələrin bəzilərini kənardan çəkib göstərirəm. Şəkidə çox yaxın qohumlar tərəfindən qonaq çağırıldıq və gördüyünüz kimi Şəki menyusu olmasa da çox dadlı təamlar ilə bizi qonaq etdilər. Qonaqlıqdan sonra isə sizlər üçün Şəkinin bir neçə gözəl mənzərəsini yenidən çək. Şəkiyə gəldiyiniz zaman Kiş kəndi ərazisini mütləq seçim edin. Burada həm tarix, həm də gözəllik bir-biri ilə birləşib. Onu da qeyd edim ki, Şəkiyə gəldiyiniz zaman buradakı dadlı yeməklər və gözəl mənzərələr inanın ki, çəkiliş üçün heç də vaxtımız qalmır. Daha sonra uzun bir müddət üçün gəldikdə sizin üçün daha böyük bir vloqlar hazırlayacağam.